Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Belarusların Qızıl Parçası adlı nağılını danışacağam. Bir zamanlar Belarus kəndlərinin birində çox xəsis bir ağa yaşayırdı. Ümumiyyətlə torpaq ağaları xəsis olurlar. Amma bu ağa o qədər xəsis idi ki, torpaqlarında çalışan kəndlilərə nəinki yemək, bir qab su belə vermək istəmirdi. Kimsə haqq ödəmədən onun bulağından su da içə bilməzdi. Bir gecə kəndlilərdən biri dostlarına belə söylədi. Bəsdir bu ağanın zülmünə dözdük. Onun başına elə bir oyun açacağam ki, mənə nəinki su, hətta yaxşı bir qonaqlıq da verəcək. Təbii ki, heç kəs kəndinin sözlərinə inanmadı. Amma onun qərarı qəti idi. Ona görə də ertəsi gün ağanın hüzuruna getdi. Adəti üzrə ağanın qarşısında hörmətlə əyilib, hiyləgər gözləri ilə onu süzdü. Hörmətli ağa, torpaqdan bu qədər qızıl parçası tapsam, yumruğunu göstərərək soruşdu. Onun dəyəri nə qədər olacaq? Nə? Yumruğun boyda? Gəl otur bir fincan çay çək görək. Dərhal xidmətçiləri çağırıb, onlara çay gətirməyini əmr etdi. Sağ ol ağam, bəs qızıl bu boyda olsa, dəyəri nə qədər olar? Nə qədər pula satıla bilər? Bu dəfə kəndli iki yumruğunu uzadıb ağaya göstərdi. Ay mənim əziz yerlim, bunu sonra da danışa bilərik. Qızılın qiymətini hesablamaq asandır. Mən sənə bu işdə kömək edəcəm. Gəl sən bu şirniyyatdan götür. Bu daha gözəldir. Xidmətçilər, çay süzün. Kəndli süfrəyə düzülən şirniyyatların, noğulların bir-bir dadına baxıb ətrafa boylandı. Ağam, üzürlü say. Vaxtını alıram. Amma məsələn bu tarladan çıxan qızıl başım boyda olsa, onun qiyməti nə qədər olar? Ağa sevincindən az qala dəli olacaqdı. Üzünü xidmətçilərə tutub qışqırdı. Cəld olun, yemək gətirin. Evdəki ən gözəl yeməkləri süfrəyə düzün. Dostumu ac yola sala bilmərəm. Kəndli yedi, içdi, yaxşıca qarnını doyurdu. Ağa isə səbirsizliklə kəndinin qızılı çıxarıb göstərəcəyini gözləyirdi. Axırda özünü saxlaya bilməyib soruşdu. Yaxşı, bəs hardadır sənin o qızılın? Yoxsa bir yerdə gizlətmisən? Yox ağam, mənim qızılım yoxdur ki. Sadəcə tarlada qızıl tapsaydım, onun qiymətinin nə qədər olacağını soruşdum. Ağa çox qəzəbləndi. Rədd ol evimdən, yalançı, axmaq! Deyə bağırdı. Mən elə də axmaq deyiləm ağam. Sən heç kəsə havayı bir qurtum su verməyən ağasan. Amma qızılın adını eşidəndə mənim şərəfimə möhtəşəm ziyafət verdin. İndi sən də görək, hansımız daha axmağıq? Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.